Yeni bir videodan hər birinizi salamlayıram. Kanalımıza xoş gəlmisiniz. Bugünkü videoda da çox faydalı bir məlumat verəcəm sizə. Evinizdə olan bütün cihazlarda reklamlardan azad olacaqsınız və ən əsası da bu pulsuz olacaq. Videoya sona qədər diqqətlə baxın və ən əsası da kanalımıza abunə olub bildirişləri açın. Bu kanalımızda olan bugünkü tarixə 100 videodan biridir. Digər faydalı videolarımız da var və hər həftə 2 yeni video ilə biz davam edirik. Bunun iki yolu var. Ən effektiv yolu bunu əlavə bir avadanlıqla etməkdir. Ancaq mən əvvəl qeyd elədim ki, bu pulsuz olacaq. Mən pulsuz versiyasını sizə izah edəcəm. Həmin avadanlığın qiyməti 100 manat civarındadır və onu alsaz daha effektiv nəticə əldə edəcəksiniz və 7/24 bu çalışacaq. İkinci mən izah elədiyim pulsuz olan variant isə əgər evinizdə bir kompüter varsa, bunun üzərindən olacaq və həmin kompüter işlədiyi müddətcə kompüterin özü və evdəki digər cihazlar bu reklamlardan azad olacaq. Söhbət təbii ki, bezdirici, animasiyalı, gözə batan reklamlardan gedir. Bu reklamlar telefonda da, kompüterdə də bizim vaxtımızı alır, səhifələrin gec yüklənməsinə səbəb olur. Üstəlik də əksər vaxtda orada olan görüntülər heç də ürək açan olmur. Gəlin sizə bir nümunəsini göstərim. Daha doğrusu mən sizə 2 nümunə göstərəcəm. Bu statistikanı test eləmək üçündür. Gördüyünüz bu saytdır. Bu saytların hər birini linkini videonun açıqlama hissəsinə yerləşdirəcəm. Siz də mən göstərdiyim qaydada addım-addım davam etsəz, gəlib sondakı nəticəyə çıxacaqsınız. Baxın, gəlin test eləyək. Burada 133 DNS sorusu getdi və onun 9'u bloklandı, 124'ü bloklanmadı və burada gördüyünüz bu animasiyalı statistika göstəricisində də çox az bir miqdar və qırmızı rəngdə faiz olaraq da 7% reklam bloku. Reklam dedikdə daha çox DNS sorusu bloklandı və reklamlar da həmin o DNS sorularının üzərindən bizim qarşımıza çıxır. Kökündən həll etmək üçün problemi DNS soruları bloklanır və biz reklamları görmürük. Baxın, burada bir msn.com saytında görürsünüz buradan reklamı. Bunu yeniləsəm başqa bir formada reklam çıxacaq. Gəlin yeniləyək. Baxın, hələlik eynidir. Yəqin ki, müddətlədir. Nəticə olaraq reklamdır və aşağıda da digər reklamlar. Saytlar bundan müəyyən gəlirlər əldə edirlər. Biz isə heç nə əldə eləmirik. Sadəcə vaxt itkisi və bəzən də dediyim kimi əsəbləşdirir bu reklamlar bizi. Qeyd edim ki, bu qayda YouTube reklamlarına aid deyil. O tamam başqa sistemlə çalışır. Həm də YouTube reklamlardan qazandığı kimi YouTuberlərə də müəyyən ödənişlər etdiyi üçün reklam məsələsinə xüsusi diqqət yetirir və YouTube reklamlarını ancaq ödənişli YouTube Premium almaqla bloklaya bilərsiniz. Ancaq digər bütün saytlarda olan reklamları biz bloklayacağıq. Bu saytlar burada qalsın hər ikisi. Sonda nəticəyə baxmaq üçün və biz isə keçirik proqramı yükləməyə. Bu linkdən daxil olub ən sonda linkə daxil olduqda bu səhifə açılacaq və ən sonda gördüyünüz Windows Edgard Home Windows zip faylını yükləyəcəyik. Cəmi 10 MB həcmində, ancaq gördüyü işlər həqiqətən çox böyükdür. Bu qovluğu çıxarıb ekranda yerləşdirib zipi bağlayıram və daha sonra bunu ekrandan kəsərək gətirib C diskində proqram fayl qovluğuna yerləşdirirəm. Buraya istənilən bir yerə yerləşdirə bilərsiniz. Burada yerləşdirin ki, digər proqramlar da buradadır. Əldən ayaqdan belə deyim, uzaq olsun. Daha sonra qovluğa daxil oluruq. Burada cəmi bir neçə fayl var. İndi isə gördüyünüz burada bir xəritə, bir sxem olaraq addımları yazmışam, necə davam etmək lazımdır. Bunu həm özüm üçün yazmışam, çünki bu qədər şeyi yadda saxlamaq biraz çətindir. Həm də siz də baxıb buradan faydalana bilərsiniz. Birinci addımda nə etməliyik? Exe faylını administrator kimi çalışdırmalıyıq. Edgard Home exe faylının üzərində mouse'un sağ düyməsini seçirəm. Run as administrator və yes. Qarşımıza
komanda sətri gəldi və gördüyünüz bu işarələdiyim IP ünvanı və burada ikinci addımda mən onu qeyd eləmişəm. Bu ünvana biz daxil olmalıyıq. Buradan da kopyalaya bilərsiniz. Bura qədər seçib Ctrl+C və brauzerdə yeni bir tab açırıq. Ctrl+V ilə əlavə edirik, Enter basırıq və AdGarda xoş gəlmisiniz deyə bir quraşdırma ekranı bizim qarşımıza çıxır. Nəzərinizə çatdırım ki, türk dili də var. İstəsə türk dili ilə davam edə bilərsiniz. Ancaq fərqi yoxdur, sadə quraşdırmadır. Mən ingiliscə izah edəcəm. Siz də ingiliscə davam eləməyiniz yaxşı olar, həm də öyrənmiş olarsınız. Buradan başla deyirəm. Burada digər ayarlara toxunmadan sadəcə gördüyünüz bu portu 3000 seçirsiniz və digər heç bir ayara toxunmadan növbəti deyirsiniz. Burada bir istifadəçi adı və parol təyin etməlisiniz. Hər dəfə daxil olanda bu sizə lazım olacaq. Növbəti. Buradan da növbəti deyirəm və artıq hazırdır. Daha sonra gördüyünüz bu bölmədən giriş eləyirik. Admin panelimizə belə deyim. Biraz əvvəl təyin elədiyim login və parolla. Baxın, DNS sorğusu 0 və 0 bloklanır. Buradan yeniləyirəm, hələ ki aktiv deyil. Burada bir neçə vacib ayarlama etməliyik. Gördüyünüz ayarlar bölməsinə daxil oluruq və DNS settings. Bu bölməyə ilk olaraq buradakı 2 DNS ünvanını daxil edəcəyik. Baxın, internetə qoşulmada problem yarandı və indi o həll olacaq. Aşağıda test upstream seçirik. Baxın, artıq normal işlədi deyə yaşıl bildiriş bizə gəldi. Tətbiq edirik və ayarları yadda saxlayırıq. Bundan sonra kontrol panelə daxil oluruq. Bu qovluğu bağlaya bilərik hələlik. Kontrol panelə daxil oluruq. Daha sonra şəbəkə ayarlarına daxil oluruq. Burada Wi-Fi üzərindən qoşulmuşam mən. LAN üzərindən qoşulsanız da yenə də hansı vasitə ilə qoşulmuşsunuzsa onun üzərindən 2 dəfə mouse'un sol düyməsini seçirik və gördüyünüz Properties bölməsinə daxil oluruq. Burada isə internet protokol, IP və 4. Bura 2 dəfə toxunuruq. Ən aşağıda burada DNS server ünvanını daxil et. Onu daxil edirik və gördüyünüz bu ünvanı bura daxil edəcəyik. 127 001 və başqa heç nəyə toxunmadan tətbiq edirik və təsdiqləyirik. DNS ünvanını ayarlayırıq. Daha sonra bu pəncərəni bağlayırıq. Gördüyünüz komanda sətrini CMD yazaraq, baxın burada var, əgər çıxmadısa CMD əmrlər sətri administrator olaraq başladırıq. Və gördüyünüz bu 2 əmr sətrini kopyalayaraq bura əlavə edirik. Kopyaladıqdan sonra burada sadəcə mouse'un sağ düyməsini seçsəz əlavə olunacaq və Enter'i basıb gözləyirik. Burada təsdiq yazıldı və ikinci ünvanı, daha doğrusu əmr sətrini kopyalayırıq. Enter'i basırıq. Bu da təsdiqləndi və gördüyünüz bu sətri, ancaq burada biraz düz yazılmayıb. Bunu hardan əlavə edəcəyik? Biraz əvvəl qovluğa əlavə elədiyimiz C diskinə daxil oluruq. Həmin qovluğu açırıq və gördüyünüz yuxarıda bu ünvan sətrini seçib mouse'un sağ düyməsini seçərək kopyalayırıq. Burada CD boşluq və həmin kopyaladığımız ünvanı bura daxil edib Enter'i basırıq. Həmin qovluğun içərisindəyik artıq. Ondan sonra aşağıdakı 2 əmri də bura daxil edəcəyik. Bu əmrlər kompüter sönüb yandıqda servisin başladılmasına kömək edən əmrlərdir. Baxın, uğurla
əlavə olundu və ondan sonra hal-hazırdakı vəziyyət üçün başladıram. Və artıq burada bildiriş gəldi ki, artıq işləyir, yəni başlatmağa ehtiyac yoxdur. Ondan sonra bağlayırıq və baxın 17 sorğu var, hələ ki bloklamayıb. Bloklaması üçün biz burada filtrlər bölməsi var. DNS blocklist gördüyünüz bu birinci bölməyə daxil oluruq. Bunu aktivləşdiririk, bu aktivləşməyib və aşağıda add blocklist və burada custom listə var. İnternetdən axtarıb digər ünvanlar da əlavə edə bilərik. Bloklama filtrləri, belə deyim, daha izah edici olsun. Və yaxud burada özünün bizə təklif etdiyi servislərdən baxın. Bunların hər birini seçməyə o qədər də ehtiyac yoxdur. Baxın, bu seçilidir artıq. Bunu seçə bilərik. Buradan bir neçəsini seçsək, bizə kömək eləyəcək, kifayət olacaq bloklamağa. Rastgələ bir neçə buradan uBlock yəqin ki eşitmişsiniz, bu da bir bloklama servisidir. Bunları seçdim və save deyirəm. Baxın, hər biri əlavə olundu. Uğurla əlavə olundu və sonunda da yeniləmələri yoxla deyirik. Yenilənir həmin servislər. Və yeniləndi, ana səhifəyə qaydırıq. Birini blokladı artıq. Biz hələ ki heç ara daxil olmamışıq. Gəlin birinci növbədə bunu test eləyək. Biraz əvvəlki nəticəmiz qalıb. 133 DNS sorğusundan 9'un bloklayıb. Yenidən test. %95% və nəticəyə 133 DNS sorğusundan 127'si bloklandı. Burada isə statistikanı biz görə bilirik. Yenilə 204, 231'dən 204'ü artıq bloklandı. Biraz əvvəlki bu MSN saytı da yeniləndi. İndi həmin reklam olmayacaq. Gördüyünüz burada reklam banneri var idi. Baxın, bu mouse hərəkət elətdirdiyim hissədə gördüyünüz kimi yoxdur. Bu %100 yəni bloklanmır. Yenə də müəyyən yerdə qarşınıza reklam çıxa bilər, ancaq o qədər çox yox, cüzi reklamlar ola bilər. Fərqi inanın ki, hiss eləyəsiniz və bir daha yeniləyirəm. Yenə 541 DNS sorğusundan 399'un blokladı. Baxın, davamlı formada da yeniləməyə, işləməyə davam eləyir. İndi isə keçək telefona. Gəlin telefonda yoxlayaq. İlk öncə mövcud vəziyyəti yoxlayaq, ondan sonra isə ayarlamanı sizə göstərəcəm və necə bloklayır onu izah edəcəm. Bunun üçün Chrome-a daxil oluruq.
Biraz əvvəlki test saytına daxil olaq. Cəmi 8%, 133-dən onun blokladı. Fikir verirsinizsə, hər dəfə say 133 olur və ondan neçəsini bloklayır, o qaydada hesablayır. Bundan isə biraz əvvəlki deyək ki, YHO-ya daxil olaq. Deyilənə görə burada reklamlar daha çoxdur. Baxın, yuxarıda nömrəni doğrula, aç, bu bir reklamdır və aşağıda da mənasız bir reklam görürsünüz. Üzərinə toxunsaz başqa bir sayta %90 gedib çıxacaqsınız. İndi isə bloklamanı sizə izah edirəm. Kompüterdə CMD yenidən yazırsınız. Açaraq bu bölmədə ipconfig yazırsınız və gördüyünüz IPv4 adres kompüterin bu IP-sidir. Bunu telefona yazırsınız. DNS olaraq gəlin göstərim hardan. Wi-Fi ayarlarına daxil oluruq. Advanced bölməsinə gördüyünüz IP settings DHCP yazılıb. Onu statikə keçirirsiniz və DNS 1 bölməsinə bu kompüterin IP-sini yazırsınız. İşarələdiyim hissədə 0.104-dür. Yaddaşda saxlayırıq. Yenidən Wi-Fi qoşuluruq. Və gəlin yenidən test eləyək. İlk növbədə adblock testi. %97%, 133-dən 129-un blokladı. İndi isə gəlirik gördüyünüz bu sayta, yeniləyirik. Və budur. Nə yuxarıda, nə aşağıda heç bir reklam görünmədi. Gördüyünüz kimi biraz əvvəl nömrəni doğrula və aşağıdakı şəkillərlə hazırlanmış reklam artıq yoxdur. İşləməyində də heç bir problem yoxdur. İnternetin sürətini YouTube-la test eləyə bilərik. Dediyim kimi YouTube-a aid deyil bu və normal formada da işləyir. Bu qaydada ayarlamaları evdə olan bütün cihazlara edərək reklamlardan qoruna bilərsiniz. Baxın, artıq 400-dən 700-ə qalxdı və heç nə etməyinizə gərək yoxdur. Bu gördüyünüz admin paneli yaddaşa əlavə edə bilərsiniz. Sizə maraqlıdırsa statistikaya baxmaq üçün girib baxa bilərsiniz və gələcək videolarda AdGuardın daha detallı quraşdırılmasını və biraz əvvəl dediyim kimi 7/24 daha stabil çalışması üçün olan avadanlığı alıb qutu açılışını eləyəcəm ilk öncə və daha sonra isə onu modemə necə əlavə edib daimi modemin yanına quraşdırıb istifadə etmək isə izah edəcəm. Bu tip videolarımız davamlı olaraq kanalımıza yüklənir. Ona görə də mütləq kanalımıza abunə olun, bildirişləri də açın. İnanıram ki, bu video çoxlarına faydalı olacaq. AdGuard ilə bağlı bu sayca ikinci videomuzdur. Fikirləşsəz ki, bəs çöldə olduqda necə reklamlardan qoruna bilərik? Bunun üçün də AdGuardın mobil versiyası var, ancaq ödənişlidir. Onun haqqında da kanalımızda video var. Lisenziyanı necə ala bilərsiniz? Ömürlük lisenziyadan necə istifadə edə bilərsiniz? Və AdGuard Home-un Azərbaycanda ilk videosu bizim kanalda oldu. Bunu əminliklə deyirəm bugünkü tarixə. Gələcəkdə ola bilər ki, kimlərsə yenidən izah eləyər. Ancaq ilk dəfə mən sizə izah elədim. Hər hansı sualınız,
Hər hansı çətinliyiniz yaranarsa, videonun açıqlama hissəsində qeyd eləyin. İmkan etdikcə, vaxt etdikcə mən onları mütəmadi olaraq cavablayıram. Sağ olun, gələn videolarda görüşənədək.